Markete girirsən, hər gün qiymət dəyişir. Hər gün qiymətlərdə fərq var. İndi də ki, elektrik enerjisi bu yandan bahalaşır, mavi yanacaq bu yandan limiti keçir. Qış ayı, qış fəsli ölkəmizə yeni daxil olub, dəyərli dostlar, yeni daxil olub. Ən ucqar kəndlərdə hal-hazırda insanlar bu günləri istilikdən o qədər o mavi yanacaq olan kəndlərdən danışıram, olmayan kəndlərdən danışmıram. Çünki adamlar min bir əziyyət çəkirlər. Gərmə yandırırlar, təzə yandırırlar, odun yandırırlar, kapron qab yandırırlar. Hələ ki onlar tapa bilsələr. Yəni bu dəhşətli bir məsələdir. Bunu Azərbaycan parlamenti müzakirəyə çıxartmalıdır. Limit dərhal aradan qalxmalıdır. Vallah insanların durumu o qədər çətindir. Mən 2 aydır həbsdən azad olunmuşam. Yolum düşür bəzi kəndlərə, bəzi rayonlara. Adamlar, ay Elnur Şükürov, biz yaşaya bilmirik, biz dolana bilmirik. Yəni danışın ey bizim hörmətli deputatlarımız. Danışmaq lazımdır. Limitin ləğv olunmasından ötəri birlikdə siz təklif irəli sürməlisiniz. Siz danışmalısınız, siz millət adından oturursunuz orada. Yəni adamlar verə bilmirlər, adamlar çatdıra bilmirlər. Hələ də ki o mavi yanacaqsız kəndlərdə vəziyyət bərbad vəziyyətdədir. Dövlət sərhəddən başlayır. Kəndlərimiz boşalır bizim hörmətli bu dövləti vicdanla idarə edən şəxslər. Uşaq pulu yox. Ünvanlı sosial yardım demək olar ki o yardımı ala biləcək insanlar o yardımı ala bilmir.